Hər kəsə salamlar. Bugün məncə hamımızın çox sevdiyi San Sebastian və ya Basque cheesecake reseptini bütün vacib detalları ilə sizə təqdim edirəm. İlk vacib məsələ bütün ərzaqlar, əsas da krem pendir otaq temperaturunda, yəni yumşaq olmalıdır ki, çox qarışdırma məcburiyyətində qalmayaq. Əks halda daha çox hava qabarcıqlar yaranıb teksturanı korlaya bilər. Krem pendiri qaba əlavə edib mikserlə bir qədər hamarlaşdırıram. Daha sonra şəkər tozu əlavə edib, sadəcə birləşənə qədər yenidən qısa qarışdırıram. Əslində, orijinal reseptdə pendirin dadını tam hiss etmək üçün vanil əlavə edilmir, amma mən cheesecake-ə vanili çox yaraşdırıram və zövqümcə əlavə edirəm. Bir çimdik də duz əlavə edirəm. Və mikserin az sürəti ilə yumurtaları bir-bir əlavə edərək qarışdırmağa davam edirəm. Sonda təbii 33% süd qaymağı əlavə edirəm. Və bağlayıcı olaraq da 20 qram un əlavə edib qarışdırıram və hazırdır. Qarışımı kənara qoyub qəlibimi hazırlayıram. Diametri 24 sm olan qəlibə 2 ədəd yağlı kağızı əzib bir-birinə çarpaz şəkildə yerləşdirirəm. Kəsib səliqəli də yerləşdirmək olar, amma məncə bu kələkötürlük plastik cheesecake-in vizual xüsusiyyətlərindəndir. Digər əsas məsələ məhlulu mütləq süzgəcdən keçirərək əlavə edirəm ki, daha hamar kütlə əldə edim. Çox olduğu üçün bir qədər ağırdır. Mən deyərdim ki, cheesecake dünyanın ən asan və ən ləzzətli şirniyyatıdır. İndi isə mütləq əvvəlcədən isitdiyim 230 dərəcəli sobanın orta hissəsinə yerləşdirirəm. Üzəri qıpqırmızı qızarana qədər 30-40 dəqiqə arası bişməlidir, amma hər ehtimala qarşı nəzarəti əldən verməmək lazımdır. Bəh. Üzəri bu cür qızarmalı. Amma hərəkət etdirərkən cheesecake bu şəkildə yellənməlidir. Bu, içərisinin kremli olacağından xəbər verir. Cheesecake-in üzərində çatların olmağı tamamilə normal haldır. Bizim məqsədimiz nüanslara diqqət yetirərək o çatları minimuma endirməkdir. İndi isə bir qədər səbirli olmalıyıq, çünki cheesecake əvvəlcə otaq temperaturunda tam soyunmalıdır. Daha sonra soyuducuya yerləşdiririk. Minimum 6 saatda soyuducuda qaldıqdan sonra yemək üçün təqdim edə bilərik. Gecədən səhərə saxladım, tam hazırdır. Bıçağı isidirəm ki, kəsərkən yapışmasın. Möhtəşəm. Hər şəkildə möhtəşəmdir. Hazırlayan hər kəsə nuş olsun.